Rusiyada xarici mütəxəssislərin işə cəlbi üçün yeni rəqəmsal xidmət istifadəyə verilibdir. Aprelin 15-də Rusiyada ölkədə yaşamaq və işləmək istəyən əcnəbilər üçün müraciətlərin qəbulunu təmin edən yeni rəqəmsal xidmət fəaliyyətə başlayıbdır. Layihə Strateji Təşəbbüslər Agentliyi və Rusiya Daxili İşlər Nazirliyinin iştirakı ilə həyata keçirilir. Yeni platforma vahid pəncərə prinsipi əsasında fəaliyyət göstərir, müraciətləri qəbul edir və araşdırır, namizədlərin proqram meyarlarına uyğunluğunu qiymətləndirir, həmçinin köç prosesinin bütün mərhələlərində onlara dəstək göstərir. Xarici ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər Rusiyada yaşamaq vaxtıdır platforması vasitəsilə Rusiya üçün maraq kəsb edən şəxs statusu almaq üçün müraciət edə bilər və proqramda iştirakın əsas şərtləri kimi tələb olunan peşə bacarıqlarına sahib olmaq və ənənəvi Rus dəyərlərinə hörmətlə yanaşmaq göstərilir.